Allahın salamı olsun əziz Peyğəmbərə və onun əhl-i beytinə. Bismillahirrahmanirrahim. İmamət nədir? Biz gündəlik həyatda imam sözünü tez-tez eşidirik. Müxtəlif cümlələrdə, kitablarda, söhbətlərdə. Məsələn, məsciddə namaz qıldıran şəxsə imam deyilir. Bəzən bir dini rəhbərə imam deyilir. Amma burada böyük bir sual ortaya çıxır. İmamət sadəcə namaz qıldırmaqdır. Əgər belədirsə, niyə İslam tarixində imamət mövzusu bu qədər böyük əhəmiyyət daşıyır? Əslində imamət anlayışı çox daha böyük və dərin bir məqamdır. Gəlin bu suala izah verək. İslam dini düşüncəsində imamət sadəcə dini vəzifə deyil. İmamət ilahi rəhbərlik məqamıdır. Yəni imam dini qoruyur, Qur'anı düzgün izah edir, insanlara doğru yolu göstərir. Cəmiyyət və topluma mənəvi rəhbərlik edir. Quran-ı Kərimin Bəqərə surəsinin 124-cü ayəsində buyurulur: İnni cailuka linnəs imamən. Mən səni insanlara imam təyin etdim. Bu ayə İbrahim Peyğəmbər haqqında nazil olmuşdu. Diqqət edin, İbrahim əleyhissalam artıq Peyğəmbər idi. Amma Allah ona daha böyük bir məqamı verdi, imamət məqamını. Bu da göstərir ki, imamət çox yüksək bir ilahi məqamdır. Gəlin bunu müasir bir nümunə ilə anlayaq. Tutaq ki, bir universitetdə çoxlu kitablar var. Kitabxana doludur kitabla, kitabxana doludur dərsliklərlə, elmi məqalələrlə, məlumatlarla. Amma universitetdə müəllim olmasa nə olar? Təbii ki, tələbələr kitabları oxuyar, amma bir çox mövzunu düzgün başa düşməyə bilərlər. Müəllim isə çətin mövzuları izah edir, səhvləri düzəldir, doğru istiqaməti tələbələrə göstərir. İslam dinində də buna bənzər bir vəziyyət var. Quran-ı Kərim səmavi bir kitabdır, amma onu ən düzgün izah edən rəhbərlər də lazımdır. Bu rəhbərlər imamlar hesab olunur. Başqa bir misal çəkək. Tutaq ki, siz yeni bir texnologiya cihazı alırsınız. Məsələn, dron və ya peşəkar bir kamera ya da mürəkkəb bir proqram. Onun yanında istifadə qaydası kitabı olur. Amma bəzən kitabı oxusaz da tam başa düşməzsiniz. Bu zaman nə edərsiniz? YouTube-da təlim videosu axtarırsınız və ya bu cihazı yaxşı bilən bir mütəxəssisə müraciət edirsiniz. Niyə? Çünki o, həmən insan cihazı praktiki olaraq bilir. İmamların rolu da buna bənzəyir. Onlar dini yalnız nəzəri olaraq deyil, yaşayaraq göstərən insanlardır. İslam dini tarixində imamlar yalnız alim deyildilər. Onlar ən yüksək elmə sahib, yüksək təqvaya sahib liderlər idi. İnsanların problemlərini həll edirdilər, onların suallarına cavab verirdilər. Məsələn, İmam Əli əleyhissalam İslam tarixində çox xüsusi bir şəxsiyyət idi. O, əziz İslam Peyğəmbəri Salavatullahın əmisi oğlu, uşaqlıqdan Peyğəmbər Salavatullahın yanında böyümüşdü. İslamı qəbul edən ilk şəxs idi. Bütün çətin dövrlərdə Peyğəmbər Salavatullahın yanında olmuşdu. Amma əsas məsələ sadəcə qohumluq deyildi. Əsas məsələ elm, iman, ədalət, təqva, cəsarət və rəhbərlik qabiliyyəti idi. İslam tarixində ən çətin dini məsələlərdə İnsanlar onun yanına gəlirdilər. Çünki o, Qur'anı dərindən bilirdi. Peyğəmbər Salavatullahın sözlərini ən yaxşı anlayan idi. Dini səhvsiz izah eləyirdi. Əziz İslam Peyğəmbəri Salavatullah İmam Əli əleyhissalam haqqında belə buyurub: Ənə mədinətül elm və əliyyun babuha. Mən elmin şəhəriyəm, Əli isə onun qapısıdır. Bu hədis imamların elm və rəhbərlik rolunu göstərən bir nümunədir. Gəlin bu məsələnin daha da aydın olması üçün sadə izah verək. İslam bir yol kimidir. Quran-ı Kərim bu yolun xəritəsidir. Amma xəritəni düzgün oxumaq üçün yolu yaxşı tanıyan bir rəhbər lazımdır. İmamlar isə bu yolu ən yaxşı tanıyan bələdçilərdir. Beləliklə nəticə alırıq ki, imamət sadəcə namaz qılmaqdan ibarət deyil. İmamət ilahi rəhbərlikdir. Dini qorumaqdır. İnsanlara doğru yolu göstərməkdir. İmamlar isə İslam dininin canlı məktəbi hesab olunur.